Hörmətli həmkarlar, sertifikasiya düşmüş bu istilik effekti məsələsinə izah vermək istədim. Əslində izah çəkmişdim, sadəcə olaraq tapa bilmədim səhifəmdə. Ona görə istədim bir də izah çəkeyim. Burada ortada verilmiş mərhələlər tamamilə artıq mərhələlərdir. Bizə ümumiyyətlə o mərhələlər lazım deyil. Niyə? Çünki biz necə öyrənmişik, istilik effekti məsələlər necə həll olunur? Əsas tənliyi yazırıq. Mənə deyir ki, almazdan qrafitin əmələ gəlmə reaksiyasının istilik effektini tap. Deməli, mənim əsas tənliyim C almaz əmələ gətirdi C qrafit. Bu tənlik olmalıdır. Və mən bilirəm ki, bu tənliyə görə almaz bərabərliyin solundadır, qrafit isə bərabərliyin sağındadır. İndi baxıram mənə verilən tənliklərə. Almazı harda görürəm? Mənə verilən tənliklərdən bu birinci tənlikdir, bu ikinci tənlik, bu üçüncü tənlik, bu dördüncü tənlik. Birinci tənlikdə almazı görürəm bərabərliyin sol tərəfində. Mənim də əsas tənliyimdə almazlar bərabərliyin sol tərəfindədir. Ona görə birinci tənliyi olduğu kimi saxlayıram. C almaz, üstə gəlinsin oksigen, əmələ gətirdi karbon qazı, üstə gəlinsin 395,5. Aha, bunu yazdıq. Düzdürmü? Və mənə lazımdır, əsas tənlikdə qrafit var, bərabərliyin sağındadır. Mənə verilən tənliklərdən dördüncü tənlikdə qrafit var, amma bərabərliyin solundadır. Ona görə də dördüncü tənlikdəki qrafiti bərabərliyin sağ tərəfinə keçirdirəm. Onu niyə edirəm? Dördüncü tənliyin sağla sol tərəfinin yerini dəyişdirəndə, tənliyin sağ solunun yerini dəyişdirəndə qrafit bərabərliyin sağ tərəfinə keçir. Ona görə dördüncü tənliyin sağla solun yerini dəyişdirirəm. Yazıram karbon qazı, elə bax yeri dəyişdirdim. Karbon qazı sola keçdi, sağda nə qaldı? C qrafit, üstə gəl oksigen və bərabərliyin sağla solun yerini dəyişdirəndə istilik effekti də işarəcə dəyişir. Müsbət 393,5 kJ isə istilik effekti. Sağla solun yerini dəyişdirəndə olacaq mənfi 393,5 kJ. Aha, və mən yeni əldə etdiyim bu tənliklər var. Bax, burada əldə etdiyim tənliklər. Bunlar tərəf-tərəfə toplayanda birinin sağındakı, digərinin soldakından qısar gedir. Əgər eyni şeylər varsa. Məsələn, burada sağdakı karbon qazı, buradakı soldakı karbon qazına tərəf-tərəfə toplayanda ixtisar gedir. Bilirsiniz də bunu. Əgər mən bu tənlikləri tərəf-tərəfə toplayıramsa, birinin sağındakı, digərinin soldakından həmişə ixtisar gedir də eyni olanlar. İndi oksigenlə ixtisar getdi. Əlimdə nə qaldı? C almaz, əmələ gətirdi nə? C qrafit. Və mən bunları tərəf-tərəfə toplayanda müsbət 395,5-i mənfi 395, daha doğrusu mənfi 393,5-lə tərəf-tərəfə toplamalıyam. Yəni müsbət 395,5-lə mənfi 393,5 tərəf-tərəfə toplanır və bu zaman müsbət 2 kJ alınır. Deməli, almazdan qrafitin alma reaksiyasının istilik effekti müsbət 2 kJ-la bərabər olmalıdır. İndi deyərsiniz ki, bəs bu ortadakı 2 ümumiyyətlə sizə lazımdır və bu mərhələlər artıq verilmiş mərhələlərdir. Bu mərhələlər sadəcə olaraq imtahanda müəllimi çaşdıra bilər də. Buna nə gərək var ki? Zaten mən bir dənə əməl yerinə yetirməklə, yəni dördüncü tənliyin sağla solunun yerini dəyişdirməklə və birinci tənliklə dördüncü tənliyi tərəf-tərəfə toplamaqla almazdan qrafitin alma reaksiyasını göstərdim və burada da reaksiyanın istilik effektinin 2 kJ olduğunu müəyyənləşdirdim. Yəni mən düşünürəm ki, bu ortadakı ikinci, üçüncü tənliklər sadəcə artıq informasiyalardır və lazımsız informasiyalardır.